Yəni mən əgər balıqçı kariyem məni aldatmırsa, bu günlərdə burada balıq olmalıdır. Arkadaşlar, ilk balığımız gəlir. Ay Allah. Ne doyun artık. Qəşəng, qəşəng. Salam əziz balıqçılar və balıq həvəskarları, hamı salamlayıram. Sizinlə mən Samir Əfəndi və Naqil. İnşallah gəlmişik Lökbatana. Bugün deməli iyunun 14-düdür. Biz bura ki mayın ortaları gəlmişdik, heç yox, heç olmadı. Yəni bura yox, o tərəfə gəlmişdik, bura o tərəfə. Heç tutanmadıq, çıxdı getdik. İndi düşünürəm ki, buranın sezonudur. Əsl Karasın sazanın vaxtıdır. İnşallah gedək yoxlayaq, görək nə olur. Yəni mən əgər balıqçı kariyem məni aldatmırsa, bu günlərdə burada balıq olmalıdır. İnşallah. Görək mən gəlmir yoxsa yox. İnşallah gəlmişik, görək nə olur. Maraqlı çəkiş olacaq, mənim zənnimcə olacaq. Siz də bəyənin və abunə olun mütləq. İnşallah belə bir yer seçmiş özümüzə. Yaxşı yerdir, qamışlar arasında. Bizim o əvvəl şeyimizə oxşayır. Düzdür, çox dəyişiklik olub burada. Qamışlar artır, nə bilim, sıxlaşır. Amma həmən yerdir məncə. Həmən yer oxşayır. Bizim yerimizdir. Hər il gələndə burada bir dəyişiklik orada nəysə. İnşallah paplaqları da atmışıq. Bu da bizim çörək, quru çörək yığmışdım gələndə. İndi bunun vedrənin içində istisadıb atacam əraziyə keçsin. Birini bura atacam, birini də bura atacam, Allah qorusun. Bu da bizim Natiq müəllim. Deyir ki, bugün səndən çox tutacam var. Görək də indi, hə Natiq? İnşallah. İnşallah. Allah görə nə olur. Ya sənə verə, Allah ya mənə. İnşallah, Allah yetirsin. Allah cəmi balıqçılar olsalar, ovun qallar etsin inşallah. Siz də izləyin. Yaxşı olacaq inşallah. Arkadaşlar, ilk balığımız gəlir. İlk balığımız gəlir, özdə deyəsən iri balıqdansa. Gördün nə deyirəm, sən burada iri balıqlar var. İnşallah ilk balığımız gəldi, bu da gönlünə boyladı. Yerimizi dəyişdik inşallah. Deməli, getdik birinci yerə, orada elə bir ki kürəyə qalxdı, çox güclü kürəyə gəldi. Ona görə girdik biraz qamışların arasına. Keçən il Ennur bir bolu ilə girdiyimiz yerdir bura. O ən böyük karası tutduğum yeri var. Gene de var. İri karası geldi şu an. Eyvallah. Al gelsin. Ne zaman?
Allah bərəkət versin. Amin. Uşaqlar, Natiq birinci çağı desən, gəlir. Aha. Oo, hamısı iri karısa gəlir Natiq. Maşallah, maşallah. Yavaş, yavaş. Saçıq vereyim. Yoxsa ehtiyac yoxdur. Olur, deyən Natiq, deyən. Allah deyən. Gətir sabunsun. Ay Allah. Ne dayın Natiq? Qəşəng, qəşəng. Bu belələr gələn Natiq. Uydo. Yan bey. Ben bunu fırladım. Ya Allah. Tamam Natiq birini çıxarı desən. Uydo. Deyən Natiq. Gətir. Gətir Natiq. Yavaş. Ay iliştirdin ona. Gətir. Yaşım olacaq. Tutun altına. Oba. Все. Все. Allah. Yine de geldi şalan. Gezi reti geldi ama illa geldi şalan. Yavaş. Sattı ağzından. Ha. Ne oldu çıkamadın? Ha kardeşler. Ama uğurlu oldu. Ne sen bakmıştın abi? Ben göstermiş olasın. 4 tane hamısı da iri karışlar uşaqlar. Çox ağır. Ayala. Minimum biri bir 500 gram var ha, 400-500 gram ha. Ayala. Allah balığınızı yetirsin hamımızın. Kanala abone olmayı unutmayın. Like edin. Kısa video olsa maraq olur. Ha Natiq? Sağ ol. Hələ ki Rüşbatanda balıq təzə başlayıb uşaqlar. Ha biz 700 qradı mən pusula tutmurlar. Yəni burada hələ ki, yəni o keçən il kimi deyil. Keçən il bu vaxt biz buranı dağıdırıq, amma bu il çox zəifdir. Yəqin o çox güman ki, o qırağa o zizimiz zat tökülür ilə balıqlar uçurur, nəysə mən də. Onu biz ona görədir. Sağ olun, gələn döyüşlərdə.